Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Deməli, bu gün sizə yeni bir DIM sınağının izahını edəcəm. DIM sınağının izahına keçməmişdən öncə iyul ayında keçiriləcək imtahan üçün, yəni ikinci şans imtahanı üçün hazırlıq qruplarına qeydiyyat davam edir. Dərslər həftədə 3 dəfə 2 saat olacaq və hal-hazırda 2-4-6-cı gün 20-22:00 olan qrup üçün qeydiyyat davam edir. Dərsdən əlavə deməli DIM-in OTEK-in testlərini işlədəcəm ayrıca sınaq qrupunda. Bundan əlavə, proqram ərzində 31 may və 5 iyula həyata ediləcək proqram və bu proqramda 20 suallıq mövzu keçiriləcək. Proqram haqqında və dərs haqqında əlavə məlumat üçün aşağıya nömrəmi qeyd edəcəm. Yazıb məlumat əldə edə bilərsiniz. Deməli, başlayaq birinci sualdan. Deməli, 31-ci sualda Böyük Səlcuq hökmdarı Sultan Toğruldan fərqli olaraq Əmir Teymur Cənubi Qafqaza hücum etmişdi. Hər ikisi də Cənubi Qafqaza hücum etmişdi. Bu fərqli olmadığı üçün biri çıxıram. Biri çıxan kimi də demişik ki, variantda olanlardan da biri seçirik. Delhi sultanlığına yürüş etmişdi. Baxırıq Sultan Toğrulun Delhi sultanlığına yürüşü yoxdur. Ümumiyyətlə Səlcuqlu dövləti Delhi sultanlığına yürüş etməmişdi. Onun üçün deməli 2 Səlcuqlulardan fərqli olaraq Əmir Teymura aid olacaq. Cavabımız 2 ilə başlayacaq. Və bir səhv olduğuna görə A-nı da silməliydik. Cavab 2 dənə variant qalır. C və D. 3 Bağdad şəhərini tutmuşdu. Sultan Toğrul da tutmuşdu Bağdadı 1055-ci ildə. Əmir Teymur da tutmuşdu Bağdadı. Onun üçün 3 də yanlışdır. 3 yanlış olduğu üçün D də gedir. Cavab qalanı C bəndə olacaq. 4 Osmanlılarla müharibə etmişdir. Bəli, Əmir Teymur 1402-ci ildə Osmanlılarla müharibə etmişdir, amma Sultan Toğrulun Osmanlılarla müharibəsi yoxdur. Şirvanşahlarla müttəfiq olmuşdur. Sultan Toğrul Şirvanşahlarla müttəfiq olmamışdır, amma Əmir Teymur Şirvanşah İbrahim Dərbəndlə müttəfiq olmuşdur. Cavab olacaq nə? 2, 4, 5. 32-ci sual. Erkən feodalizm dövründə həm Bizans, həm də Ərəb xilafətlə diplomatik əlaqələr saxlamışdır. Yəni erkən feodalizm dövrü 3-11-ci əsrlərdir. İlk öncə bunu bilək ki, həm Bizansdan, həmçində Ərəb xilafətindən. Frank imperiyası deməli bu doğru olacaq. Biz bilirik ki, Frank kralı Böyük Karlın dövründə Böyük Karl həm Ərəb xilafətindən, həm də Bizansla diplomatik münasibət qurmuşdu. Həmçində ki, Böyük Karl 768-814-cü illərdə hakimiyyətdə olmuşdu. Yəni təxminən 809-cu əsrlərdir. Bu da erkən feodalizm dövrünə düşür. Cavabımızın biri olacaq. Delhi sultanlığı. Delhi sultanlığının Bizansla hər hansı diplomatik münasibəti yoxdur. Amma Ərəb xilafətinə diplomatik münasibətləri var. Amma cavab 2 yanlışdır. Çünki bizdən oxşarlığı soruşur. Deməli 2 yanlış olduğu üçün A-nı və C-ni silirik. Albaniya dövləti. Albaniya dövləti bilir ki, həm Bizansla 654-cü ildə Cavanşir diplomatik əlaqə qurmuşdu. Həmçində ki, Ərəb xilafətindən Cavanşir diplomatik əlaqə qurmuşdu 667-670-ci illərdə. Yəni 1 ilə 3 olacaq cavabımız və cavab olacaq B bəndi. Osmanlı imperiyası yanlışdır. Bizans Osmanlı imperiyasına diplomatik münasibət qursa da ərəblər qurmamışdı. Axun imperatorluğu deməli burada Axun imperatorluğu nədir? Bizansla hər hansı bir diplomatik münasibəti yox idi. Həmçində ki, Ərəb xilafətindən də diplomatik münasibət olmamışdı. Cavab olacaq burada B bəndi. 33-cü sual. Hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verilməyib? Şəddadi dövlətinə son qoymuşdu. Bu kim idi? Məlik idi 1088-ci ildə. Desəydi Şəddadi dövlətini asıla salıb, onda Sultan Toğrulu götürərdik. Amma son qoyduğu üçün Məlik Şahdır. Dövlətin daxili müstəqilliklərini saxlamaqla Səlcuqlulardan asılılığı qəbul etmişdi. Bu, birinci Fəlbürclü Şirvanşahlardır 1066-da. Səlcuqlulardan asılılığı qəbul etdi. Bir də Əblasvar Şavurdu Şəddadilərdə. O da 1054-cü ildə Səlcuqlulardan asılılığı qəbul etdi. Tiflis Müsəlman əmirliyi və əmirliyini Səlcuq dövlətinə tabe etmişdi. Bu Sultan Toğrula aiddir. Cavab olacaq burada D bəndi. D bəndi. Sultan Səncərə aid hər hansı bir variant məlumat yoxdur. 34-cü sual. 20-ci əsrin 90-cı illərində Azərbaycan Respublikasına istifadəyə verilmiş neft kəmərləri. Bax, Tibrizi-Ceyhanın saziş imzalarını 99-cu ildə ondan çaşmayın. Amma burada yazır ki, istifadəyə verilmiş. Bakı Tibrizi-Ceyhan istifadəyə verilmişdi 2006-cı ildə. Biri onun üçün yanlışdır. Bakı Subs olacaq 1999-da. Bakı Novovarşisk olacaq 1997-də. Cavab olacaq nə? 2 ilə 4 olacaq. Tanap 2018-də nədir? 2018-də bunu götürmürük. Batumu da götürmürük həmçinin. Cavab olacaq burada 34-də Y bəndi. 35-ci sual. 17-ci əsrdən fərqli olaraq 18-ci əsr Rusiya tarixində
Təhkimçilik hüququ mövzusudur. Bu hər iki dövrə aiddir. Hər iki dövrdə nədir? Təhkimçilik olmuşdu. C ilə D getdi, həmçinin 1 getdi. Bizdən sadəcə 17-ci əsrə, 18-ci əsrə aid olanlar götürmək istəyirəm. 1700-cü illərdə. Quberniya islahatının keçirilməsi cavabımızın biri bu olacaq. Quberniya islahatını işləvə keçirən Yekaterina idi 1762-96-cı illərdə hakimiyyət dövründə. İdarəedici orqanın kollegiyaların yaradılması 1-ci Pyotra aiddir 1720-ci illərdə və yaxud da 10-cu illərdə konkret ili yoxdur. Onun üçün də burada cavab olacaq 2 ilə 3 Y bəndi. 4 Romanolar sülaləsinin hakimiyyəti idi. Bu ikisi üçün oxşar xüsusiyyətdir. Manufakturaların fəaliyyət göstərirdi. Bu da 16-17-18 üçün oxşar xüsusiyyətdir. 36-cı sual. Səfəvi dövlətinin cədvəldə verilən dövlətlərdə ümumi cəhətlərini müəyyən edin. Ağqoyunlu və Teymuri dövlətindən ümumi cəhətini soruşur. İnzibati cəhətdən bəylərbəliyə bölünməsi ümumi cəhət deyil, fərqli cəhətdir. Səfəvlərdə bəylərbəy olsa da Ağqoyunlularda belə bir inzibati bölgü yox idi. Osmanlı dövlətinə müharibə aparılması bəli, ümumi cəhətdir. Həm Səfəvilər, həm Ağqoyunlular Osmanlılarla müharibə aparmışdır. Baxın, A səhvdir deyə biz buradan B ilə Y-ni silərik. Cavabımızın biri 1-ə B olacaq. Avropa dövlətləri ilə diplomatik münasibətlərin yaradılması bəli, həm Ağqoyunlular, həm Səfəvilər Avropa ilə diplomatik münasibətlər qurmuşlar. Baxın, A-nı da silək. Çünki artıq dedik ki, 1-ə B ilə C-dir. Ya D bəndi, ya da C bəndi olacaq. 2-yə baxaq Teymur dövləti. Şeybani dövləti ilə dostluq münasibətlərinin mövcud olması. Bu, deməli, Səfəvi dövlətinə aid olsa, Teymurlara aid deyil. Onun üçün A yanlışdır. Daha sonra paytaxtının İsfahan şəhərinə köçürülməsi. Bu, deməli, Səfəvi dövlətinə aid olsa da, Teymur dövlətinə aid deyil. Bu da oxşar deyil. B-ni də silərik. Burada cavab olacaq C bəndi. Bayandurlu sülaləsində müharibə etməsi. Bəli, həm Səfəvilər dövləti Bayandurlu sülaləsindən və yaxud da Bayandurlu dövlətinə müharibə aparmışdır. Həmçinin Teymurlər. 37-ci sual. Lukul və Pompeyin başçılığı ilə Romalıların şərqə yürüşləri. Bu 1-ci əsrin nədir? Birinci yarısı olan yürüş idi. 60-70-ci illərdə olan yürüş idi. Burada nə olmuşdu? Atropatenin üçün nəticəsi. Atropatena Romadan asılı vəziyyətə düşmüşdü. Cavab olacaq hələ A bəndi. Selevkilər dövləti məğlub olaraq parçalandı. Bu 190-dır. Magnezi döyüşü. Albaniyanın yerli hökmdarlarının daxili müstəqiliyinə son qoyuldu. Bu 705-dir. Ərəblərdir. Aha. Roma canişinləri Atropatena idarə etməyə başladılar. Belə bir cümlə yoxdur ümumiyyətlə. Parfiya dövləti süqut etdi. Bu da 224 idi. Sasanilər tərəfindən aid deyil. Deməli 38-ci sual. Burada 1 Dərbəndi Şirvanşahlara aid olan xüsusiyyət olacaq. 2 Ağqoyunlulara, 3 Baharlılara, 5 görsüz hamısındır. 5 deməli 3 üçün də oxşar xüsusiyyətdir. 4 isə Dərbənd Şirvanşahlarla Ağqoyunlulara aid olan xüsusiyyət olmalıdır. Avropa dövlətləri ilə hərbi ittifaq qurulması. Baxırıq burada. Avropa dövlətləri ilə hərbi ittifaq qurulması Şirvanşahlarda yoxdur. Qaraqoyunlarda da yoxdur. Sadəcə kimdə var? Ağqoyunlarda var. Venesiyanın hərbi ittifaq qurmuşdu Osmanlıya qarşı. Nə olacaq? 2 olacaq A. Baxın, 2-yə A-nı qərarlaşdırdınız. Onun üçün də variantlara baxmaq lazımdır. Baxın, A-nın üstünə xətt çəkin, C-nin üstünə xətt çəkin, Y-nin üstünə xətt çəkin. 2 dənə cavab qalsın. 16-cı əsrdə süqut etməsi. Şirvanşahlar 16-cı əsrdə 1538-də süqut etmişdi. Ağqoyunlar da 1503-də süqut etmişdi. Deməli, nə olacaq? 4-də də olacaq nə? B olacaq. 4-də də B olacaq. Baxırıq 4-də B. 4-də B baxırıq bir dənə variantda var. O da B bəndində var. Digər variantlara baxaq. Terek döyüşündə iştirak etməsi 1395-ci ildə kim idi? Şirvanşahlar idi. Şirvanşah İbrahim həm Terek, həm də ki Ankara döyüşündə iştirak etmişdi. Əmir Teymurun müttəfiqi olaraq. Biri olacaq C. Ərdəbil şeyxlərinin məğlub edilməsi hamısına aid olacaq. Həm Şirvanşahlara, həm Qaraqoyunlara, həm Ağqoyunlara. Teymurilər dövlətinin paytaxtının tutulması sadəcə Qaraqoyunlara aiddir. Deyək ki, Cahanşahın dövründə Teymurların paytaxtı tutulmuşdu 1458-ci ildə. Herat müqaviləsi bağlayıb daha sonra 1459-da geri qayıtmışdı təzminat alaraq. 39-cu sual. 1648-ci ildə bağlanmış Vestfaliya sülhü. 30 illik müharibənin sonunda bağlanmış deməli sülh müqaviləsidir. Bu müqavilə deyirik və deməli burada Almaniya katolik kilsəsinin bölünməsi rəsmiləşdi. Xeyr, rəsmiləşmirdi. Bu rəsmiləşdi 1555-də Augsburgda. Alman dövlətlərinin öz dinlərini təyin etmək hüququ tanındı. Bəli, tanınırdı.
Baxın, burada tanınması deyirik Alman dövlətlərinin öz dillərini təyin etmək hüququ tanınırdı. Tanınırdı yazılması. Yazılsaydı verilmişdi, bu yanlış olardı. Çünki Alman dövlətlərinin öz dillərini təyin etmək hüququ verildi 1555-də, tanındı 1648-də Vestfaliyada. Almaniyanın kiçik knyazlıqları parçalanmasına son qoydu. Xeyr, bu yanlışdır. Əslində rəsmiləşirdi. Hansı ki, kiçik knyazlıqları parçalanması rəsmiləşirdi bu müqavilənin, Vestfaliya sülhündən. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdi. Bəli, 1-də 4 olacaq. 2 və 4 cavab olacaq B bəndi. 40-cı sual. ABŞ-da Theodor Rooseveltin prezidentlik dövrü 1901-1909-cu illərdə seçki sensi ləğv edildi. Xeyr, buna aid deyil. Yeni xətt siyasəti Franklin Rooseveltə aiddir. Vətəndaş müharibəsi Abraham Lincolna aiddir. 1861-65. Latın Amerikası ölkələrinə qarşı mehriban qonşuluq siyasəti irəli sürdü. Bu da Franklin Roosevelt idi. Yeni xətt siyasətindən bu ikisi Franklin Roosevelt olacaq. İri trestlər əleyhinə dövlətin nəzarətə alındı. Bu olacaq Roosevelt. Həmçinin Rooseveltin nə siyasət var? Dəyənək siyasəti, böyük dəyənək siyasətdə Franklin Theodor Roosevelt aid idi. Theodor Roosevelt 2 dənə yadımıza saxlayaq. 20-ci əsrin əvvəlində hakimiyyətdə olmuşdu. Trestlər əleyhinə qanunlar verilmişdi. Böyük dəyənək siyasəti həyata keçirilmişdi. Latın Amerikası ölkələrinin özündən asılı salmaq üçün. Daha sonra bir də orada Woodrow Wilson var. Woodrow Wilson da yeni demokratiya adlanırdı onun siyasətin mahiyyəti. 41-ci sual. Xəritədə rəqəmlərlə göstərilmiş şəhərlərin erkən feodalizmi. Baxın, erkən feodalizmi deyir, yəni 3-11-ci əsrlərə götürür. Burada xəritədə verilib 3 Ərdəbil, 2 Dərbənd, 1 də təxminən Dəbil ərazisidir və yaxud da İrəvan ərazisidir. Erkən feodalizm dediyi üçün bu ərazini Dəbil götürürük. Səfəvi hakimliyinin mərkəzi olmuşdur. Səfəvi hakimliyi nə vaxt yaranmışdı? 13-cü əsrdə. Yəni demək A yanlışdır. A yanlış olduğunu görüb A-nı bütün variantlardan silərik. A-nı siləndə B gedir, C gedir və Y variantı silinir. Bir dənə qarı 2 dənə variantımız. Məhəmməd İbn Şəddad tərəfindən yaradılmış müstəqil feodal əmrliyin mərkəzi idi. Bu hansına aiddir? Dəbil əmrliyi 951. 3-11-ə düşür, bəli, 10-cu əsrə düşür. 1 olacaq B. Daha sonra deməli 1 oldu B. Yazaq buradan. Daha sonra Sacilər dövlətinin paytaxtı olmuşdu. Bu hansı dövlət? Ərdəbil olmuşdu, Saclərin paytaxtı. 3 olacaq C. Daha sonra müəyyən müddət hakimlər sülaləsi tərəfindən idarə edilmişdi. Bu da olacaq nə? Dərbənd olacaq. 2 olacaq D. Deməli 1-ə B, 2-yə D, B, D, C. Cavab olacaq nə? D bəndi olacaq. Gürcüləri məğlub etdikdən sonra Şəmsəddin Eldəniz tərəfindən geri alınmışdı. Bu Dəbli geri almışdı, doğrudur, Şəmsəddin Eldəniz. Ancaq nə vaxt geri almışdı? 1163-cü ildə Naxçıvan döyüşündən sonra. Eləmi? 1163 neçənci əsrdir? 12-ci əsr. Deməli cavab olmayacaq. Çünki bizdən şərtdə deyir ki, erkən feodalizm dövründə, yəni 3-11-ci əsrə aid olan seçin. Onun üçün baxın, diqqətli olun testləri oxuyanda, əsas sualı düzgün oxuyun, bilin ki, sizdən nəyə soruşur. Daha sonra variantlara keçin. İkinci Bəyazıdın hakimiyyəti illərində Osmanlı dövləti, yəni 1481-1512-ci illər. Əmir Teymurun hücumuna məruz qalmışdı, bu yanlışdır. Əmir Teymur 1405-də ölmüşdü. Həmçinin Əmir Teymurun hücumuna məruz qalmışdı 1-ci Bəyazid, Ankara döyüşü 1402. Bolqarıstan tabe edilməsi 1396-da Niqbol döyüşdü. Paytaxtın başqa şəhərə köçürülməsi yanlışdır. 1453-cü ildə köçürülmüşdü ən axırıncı dəfə İstanbula. Misir öz tərkibinə qatmışdı. Bunun oğlu Səlim olmalıydı 1517-də. Ağqoyun dövlətləri diplomatik əlaqə saxlayırdı. Bəli, Yaqub padşahla diplomatik münasibətləri var idi. Cavab olacaq Y bəndi. Osmanlıların bu hissəsindən də mütləq bir dənə sual düşəcək, ehtiyatlı olun. Yəni o hissəni təkrarlayın. Daha sonra xəritə rəqəmlə göstərilmiş xanlıqların Quba xanlığından fərqli cəhətini müəyyən edin. Baxın, artıq neçənci testləri izah edib yerləşdirirəm. Və hamısı da qəbul imtahanlarında istifadə olunmuş testlərdir. Yəni qəbul imtahanları və yaxud da ki, DİMİM və OTK-nın baza testləridir. Yəni bu testlər əsasında imtahan sualları hazırlanır. Onu da deyim sizə. Baxın, 1-ci, 2-ci Rus-Qacar müharibəsi mütləq oxuyub gedin. Çünki buradan sual düşəcək mütləq. Çünki Azərbaycan parçalanması məsələsidir və buradan da beləliklə sual düşəcək. Xəritədə rəqəmlə göstərilən xanlıqların Quba xanlığından fərqli cəhəti. Qubadan fərqini soruşur. Quba xanlığından fərqli cəhəti. Baxaq hansı xanlıqlardır? 1. Qarabağ xanlığıdır. 2 də Şəki xanlığıdır. 1-ci Rus-Qacarlar müharibəsi dövrü. Deyir Qubadan fərqli olsun. Həmçində 1-ci Rus-Qacar müharibəsi dövründə olsun. 1804-1813. 1.
Rus qoşunlarına ciddi müqavimət göstərmişdi. Bir haradır Qarabağ. Qarabağ Rus qoşunlarına müqavimət göstərmişdi. Xeyr, göstərməmişdi. Yanlışdır ümumiyyətlə. Yəni Qubadan fərqli də deyil o. Əslində Qarabağın Qubadan fərqlidir. Yəni Quba göstərmişdi, Qarabağ göstərməmişdi. Onun üçün A yanlışdır. A yanlış olduğunu bilərək belə deyək də, bir hissəsinə aid olanlardan görürük ki, birə A verib sildik, birə A verib sildik bunda. Deyək ki, hər il nədir? Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə xərac ödəməyi öhdəsinə götürdü. Bəli, Kürəkçay müqaviləsindən. Bu fərqlidir. Qubada olmamışdı, amma Qarabağda olmuşdu. Bizdən də fərqli soruşduğuna görə biri olacaq B. Daha sonra Rus qoşunları tərəfindən işğal edildi. Bu da oxşar xüsusiyyətdir. Həm Quba işğal edilmişdi, həm də ki Qarabağ. Qarabağ 1805-ci ildə işğal edildi kimi götürürük. Qubanı da belə deyək, götürürük 1806-cı ildə işğal edildi. Onun üçün də C də olmayacaq. C yanlışdır deyə nədir? D bərindən silirik. 2 dənə variant qalır. Baxırıq ikinci hissəyə. Qubanın indi Şəkidən fərqini tapmalıyıq. Deməli, Rusiya ilə müqavilə imzaladı. Deməli, Rusiya ilə nədir? Bəli, Quba xanlığı Rusiya ilə müqavilə imzalamamışdı, amma Şəki 1805-ci ildə Kürəkçay müqaviləsi imzalamışdı. 2-yə də olacaq A. Cavab olacaq nə? C bəndi. Rusiyanın işğalına qarşı üsyan qaldırmışdı. Bu hər ikisində var idi. Həm Qubada, həm Şəkidə Rusiyanın işğalına qarşı üsyan var idi 1806-cı ildə. Komendant, daha doğrusu üzr istəyirəm. Şəkidə üsyan 1806 idi, Qubada 1810-cu il idi. Komendant tərəfindən idarə edilməsi bu aid deyil, yəni bu dövrə. Çünki bunlar ləğv edildikdən sonra belə deyək də, burada idarə etmə yaradılmışdı. Deməli, nə olacaq? 1-ə B olacaq, 2-yə də A olacaq. Deməli, daha sonra burada deməli Quba xanlığından fərqli cəhətləri müəyyən edin. Burada komendant idarə etmə sistemi var. Bu Qubada olub. 1810-da Quba ləğv edildi, komendant idarə etmə sistemi yaradıldı. Amma Şəkinin həmin dövrünə aid olmadığı üçün onu götürmür. 44-cü sual. Türk müsəlman mədəniyyətinə aid uyğun məni müəyyən edin. Əlincə qalsa Təbriz 9-cu əsr. Əlincə qalsa 9-cu əsr aid, amma Təbrizdə yox, Naxçıvanda idi. Onun üçün 1 yanlışdır. 1 olanları sildik. Daha sonra Qüvvətül İslam məscidi Dehli Sultanlığı 12-ci əsr doğrudur. Qütbəddin Aybəş tərəfindən tikilmişdir. 2 olacaq cavabımızın biri. Uluq bəy rəsədxanası Səmərqənddə də 11-ci əsr yox, 15-ci əsr olmalı. Uluq bəy tərəfindən tikilmişdir. 3 də yanlışdır və cavab qalar nə? D bəndi. Səlmiyyə məscidi Ədirnədə və 16-cı əsrə aiddir. 45-ci sual. Hülakü xanın başçılığı ilə Monqolların ön Asiya yürüşlərinin nəticələrinə aiddir. Baxın, Hülakü mövzusundan bir dənə sual düşəcək 100%. Yəni Hülakülər dövlətindən bir dənə sual düşəcək. Ən azı bir dənə sual. Hələ ikinci qruplar üçün mənbə sualı da düşə bilər o hissədən. Hülakü xanın başçılığı ilə Monqolların ön Asiya yürüşlərinin nəticələrinə aid deyil. Abbasi xilafətin süqut etməsi aiddir. Amma biz nəyə götürməliyik? Mənfilər götürməliyik. Azərbaycanda yerli feodalların mühakimələrini idarə etmək üçün yarlıq verilməyə başlaması. Bu yanlışdır. Çünki Hülakü xan gəlmişdi nə vaxt 1256-dan 56-58. Bu verilməyə başlamışdı 1239-56-da. Onun üçün cavabımızın biri 2 olacaq. Bizə də mənfilər lazımdır. 3 Cəlaləddin Azərbaycanda hökmranlığına son qoydu. Bu da aid deyil. Və cavabımızın biri də 3 olacaq. 5-ci Monqol ordusu idi. Doğrudur. Azərbaycanı işğal etmişdi. Doğrudur. Bizdən mənfini soruşduğu üçün mənfiləri götürürük. Cavab olacaq 2-3 C bəndi. Səttar xandan fərqli olaraq Xiyaban və Pişəvəri. Deməli, Səttar xan 1905-11 məşrutədir. Xiyaban 1917-20-dir. Pişəvəri də 41-46-dır. Qacarlar dövlətinin xəyanətinə, siyasətinə qarşı çıxmışdır. Bu doğrudur. Bu oxşar xüsusiyyətdir. Onun üçün bunu götürmür. Bizdən fərqli xüsusiyyət soruşur. Səttar xan da Xiyabanda qacarlara qarşı idi. Cənubi Azərbaycanın muxtariyyət verilməsi tələbini irəli sürmüşdür. Bəli, Səttar xandan fərqli olaraq Xiyabani muxtariyyət istədi. Amma Səttar xanda belə bir şey yox idi. Baxın, bunlardan Xiyabanidən Pişəvəri muxtariyyət istəyirdi. Səttar xan istəmirdi muxtariyyət. Bunlardan heç biri müstəqil dövlət yaratmaq istəmirdilər. Sadəcə bunlar muxtar bir belə deyək də qurum olmaq istəyirlər İranın tərkibində. Birə A yanlışdır. A-nı silərik buradan da silərik. Birə olacaq B. Şah məmurlarının müəyyən müddət Təbrizdən çıxarılmasına nail olmuşdur. Oxşar xüsusiyyətdir. C də aid deyil. C-ni də silərik. Deməli 2 dənə variant qaldı. Bir C bəndi qaldı, bir də D bəndi qaldı. İkinci hissəsinə baxaq. Cənubi Azərbaycanın milli hökumətini yaratmışdı. Bəli, Pişəvəri yaratmışdı, Səttar xan yarada bilməmişdi. Bu onun fərqidir. Deməli A olacaq, cavab olacaq C bəndi.
Təbrizdə yerli idarə orqanı yaratmışdı. Bu hamısına aid. Ümumiyyətlə yerli idarə orqanı nədir? Əncümənlər. Baxın, əncümənlər hər üç dövrdə olub. Bütün dövrdə əncümənlər olub. Bunu yadımızda saxlayaq. 5-də də olub, 1905-11-də, 17-20-də də olub, Pişəvərin dövründə də olub. Cənubi Azərbaycana müstəqillik verilməsi tələbinin irəli sürülməsi dedik ki, müstəqillik deyə bir şey yoxdur. Ümumiyyətlə heç bir dövrdə yoxdur. C də onun üçün yanlışdır. 47-ci sual. 19-cu əsrdə Qafqaz canişinliyin fəaliyyət dövründə Şimali Azərbaycanda. Baxın, Qafqaz canişinliyi 2 dəfə olub. Bir 1844-də yaranmışdı, 83-ə kimi. Bizdən bunu soruşur. Bir əlavə olaraq deyim ki, 1905-də yaranmışdı, 17-yə kimi. 2 dəfə olmuşdu. Bizdən amma 19-cu əsr bu dövrü soruşur. Anadolular məhkəməsi Azərbaycan tarixində olmayıb heç vaxt. Anadolular məhkəməsi olmayıb. Bir ümumiyyətlə yanlışdır. Yəni harda görsəz 100% Azərbaycanda Anadolular məhkəməsi deyə yoxdur. Rusiyada var idi, Azərbaycanda yox idi. Kəndlilər üzərinə hərbi vergi qoyulması 1887-dir. 87 bu canişinlik dövrünə düşmür. Onun üçün 2 də yanlışdır. Daha sonra kəndlilərin feodal asılılığından ləğv edilməsi 1870-dir. Bu olacaq. Demək cavabımızın biri 3-dür. Dövlət kəndlərin köçmək hüququnun ləğv edilməsi 1853-dür. Bu da olacaq. Cavab olacaq nə? Deməli 3-lə 4. B bəndi. Alban katolikosунun ləğv edilməsi 1836-dır. O da heç bir dövrə düşmür. O daha doğrusu da komendant idarə etmə dövrünə düşür. Daha sonra deməli 48-ci sual. Xəritədə ulduzla göstərilmiş ərazi 7-ci əsrdə. Yəni 600-cü illərdə. Baxın, bu illəri mütləq yazın yuxarıdan. Çünki bizdən yazanda adətən biz belə tam bilirik ki, nəyi axtarırıq da. Ulduzla verilmiş ərazidə Misir ərazisidir. Qərbi Roma imperiyasına əyalət idi. Bu yanlışdır. Şərqi Roma desəydi götürərdik. Səlcuq türklərinin hücumuna məruz qalmışdı 600-cü illərdə. Ümumiyyətlə Səlcuqların izi tozu yox idi hələ. Frank imperiyasının tərkibinə daxil edilmişdi. Bundan da söhbət edilməz. Rəşidi xəlifələr tərəfindən işğal edilmişdi. Bəli. Nə vaxt Ərəb xilafəti yaranmışdı? 630-da. 632-dən 661 deyirik ki, Rəşidi xəlifələr dövrüdür və bu dövrdə bütün Ərəbistan tutulur. Daha sonra Şimali Afrikada işğallara başladılar ki, Misir Şimali Afrikada yerləşirdi. Misir, Suriyanı, Fələstini tuturlar həmin dövrdə. Həmçinin Rəşidi xəlifələr dövründə Sasani dövləti süquta uğradılır, Bizans məğlub edilir. Xəzərlərlə də mübarizə başlanır. Baxın, Rəşidi xəlifələr dövründə əslində çox əlamət var. Və xüsusilə də baxın, Ərəb xilafəti Azərbaycan ərəblərin tərkibində olan mövzulara baxın, o mövzulardan ən az 1-2 sual düşür. Yəni suallar oxşar düşür də, inteqrasiya olunmuş şəkildə düşür. Konkretlə bir dənə mövzunu oxuyub getməyin imtahanı. Yəni ki, bu mövzudan düşəcək. O mövzular var. Konkret məsələn, AXC mövzusundan bir dənə sual 100% düşür. İbtidai icmadan bir dənə sual düşür. Atropatena Albaniyadan bir dənə sual düşür. Amma oxşar suallar da belə düşür çox. Axund dövləti. Bu türk dövlətlərindən də ən az bir dənə sual düşəcək. Yəni erkən orta əsrlərdə mövzu olan türk dövlətləri var 3-11-də. Hansı ki, nədir? Qərbi Hundan başlayırıq, nədir? Və yaxud Avropa Hundan başlayırıq Xəzərə qədər. Baxın, ondan ən az bir dənə sual düşəcək. Axsuvar xanın dövründə Türkistana hakim oldu. Bu doğrudur. Sasanilər dövlətinə son qoydu. Dedi ki, Sasanilərə ərəblər son qoymuşdu. Firuz Şaha Sasani taxtına çıxmağa yardım etmişdi. Bəli. Biri Asiya olacaq. Birə baxın, B-ni silərik. Birə olacaq Asiya olacaq. Asiya olduğunu bilərək bir dənə cavab nə qədər D bəndi var. Miraqulu xanın hakimiyyət dövründə deyil, süqut etdi. Yanlışdır. 567-də süqut edirdi. Miraqulu xanın dövrünə düşmür. Hindistanın şimal-qərbini işğalını başa çatdırdı. Bəli, şimal-qərbini işğalını başa çatdırdı. Bu doğrudur. 2-yə də B olacaq. Baxın, yazsa ki, Hindistanın tamamilə işğalını başa çatdırmışdı. Bu yanlışdır. Ümumiyyətlə, Hindistana hücum edən hökmdarlardan heç biri Hindistanın işğalını tam başa çatdırmır. Çoxu da şimal-qərbini tutur. Göytürklərlə birlikdə Sasani dövlətinin torpaqlarını bölüşdürmüşdü. Bu da yanlışdır. Cavab olacaq nə? D bəndi. 50-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstanla münasibətlərinə aid deyil. Xalq Cümhuriyyəti. Qarayazın yuxarı hissəsinin Gürcüstanın birləşməsinə razılıq verməsi. Bu olacaq da bu Azərbaycan SSR-yə aiddir. Denikinə qarşı mübarizə aparıldı. Aparılmasına bağlı ittifaq müqaviləsi bağlandı 1919-cu ilin 16 iyununda. Paris konfransında Gürcüstan nümayəndəliyi sıx əməkdaşlıq qurulmuşdu. Batum vilayətləri qaldırılan iddianı AXC hökuməti tərəfindən qəbul edildi ki, güya Gürcüstan bizə kömək edəcək, amma kömək etmirdi. Tiflis Azərbaycan səfirliyinin fəaliyyəti göstərməsi, bəli, bu da doğrudur. Cavab olacaq A bəndi burada.
Çində Xan sülaləsinin hakimiyyətdə başladığı əsrdə nə vaxt başlamışdı Xan sülaləsi? Eramızdan əvvəl 3-cü əsrdə və yaxud da 206-cı il. Roma və Hindistan tarixi. Plebeylər xalq tribunu seçmək hüququ qazandı. Bu 5-ci əsrdə. A yanlışdır. A yanlış olduğunu bilərək A-nı, B-ni, Y-ni silərik. Plebeylər tamamilə hüquqlu vətəndaşa çevrildi. Bəli, doğrudur. Biri olacaq B. İmperiya dövrü idi. Bu da yanlışdır. İmperiya dövrü deyildi. Həmçinin heç variantlarda da yoxdur. Hindistanda dəmir emalına başlandı. Çində dəmir 6-5-ci əsr idi. Hindistanda 11-12-ci əsr idi. Bu yanlışdır. Bizdən 3-cü əsr soruşur. Makedoniyalılara qarşı azadlıq nədir? Mübarizəsinə başladı. Deməli burada bu deməli eramızdan əvvəl 4-cü əsrdir. Bu 4-cü əsrdə Makedoniyalılara qarşı mübarizəyə başlamaq. Çünki Makedoniya üsyanları nə vaxt tutmuşdu? 327-ci ildə. 323-də ölmüşdü. Ondan sonra Makedoniyaya tabe olan bütün ərazilərdə ona qarşı mübarizə başlamışdı. Həmçindəki Hindistanda. Bu onun üçün yanlışdır. Burada olacaq Maria sülaləsi ölkəni vahid şəkildə birləşdirmişdir. Aşokan dövründə C bəndi. Cavab olacaq D bəndi. Bu B-ni bilməsək belə. Maurya sülaləsinin Aşokan dövründə 3-cü əsrdə Hindistan vahid şəkildə birləşdirilməsini bilməliyik. Və yəni cavabı bu B-ni belə tərəddüd etsəkdə görürsən 3-dür və yaxud da 4-dür. Amma Maurya sülaləsində dövründə ölkəni vahid birləşdirməsini bilməliyik mütləq. 52-ci sual. Eneolit dövrünün Neolit dövründən fərqləndir. Saxsı qablar hər ikisində də vardır. Bizdə fərqi soruşur. Və sadəcə nəyi soruşur? Eneolit dövrünə aid olanı soruşur. İnsanların toxuculuqla məşğul olması hər ikisində vardır. Misdən əmək alətlərinin azalması Eneolitdə vardır. Qəbilələrin həyatında qadınların mövqeyinin möhkəm olması sadəcə bu hər ikisinə aid idi. Bu da nə olacaq? Yalnız deməli 3 olacaq da cavab olacaq D bəndi. Sonra xronoloji ardıcıllıq. Deyək ki, Türkiyənin Respublikasının NATO-ya daxil olması 1952-də. Ümumiyyətlə NATO deyək ki, 1949-da yaranmışdı. SSR-nin varlığına son qoymuşdu 1991. Falkland böhranı 1982. Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014-dür. Deməli, burada nə olacaq cavab? Birinci olacaq 1, sonra olacaq 3, 2, 4. Baxın, bu hissədən sual düşəndə adətən bu formada düşür. Aralarında görürsünüz nə qədər il fərqi var. Yəni siz burada Türkiyənin NATO-ya daxil olması 1958-də yazsaz düz cavab çıxacaq. Falkland böhranının baş verməsi 1970-də yazsaz yenə düz cavab çıxacaq. Yəni onun üçün illəri əzbərləyəndə, yəni çalışın elə bir formada əzbərləyin. Bilin ki, 5 il aşağı, 5 il yuxarı onu dəqiq bilin, bu formada öyrənin ki, yazanda cavabımız çıxsın. Daha sonra Məmməd Yusif Cəfərov Rusiya İmperiyasının 4-cü Dövlət Dumasının deputatı olmuşdu. Bəli, olmuşdu. AXC-nin 4-5-ci hökumətinin başçısı olmuşdu. Nəsib bəy Yusufbəyli idi bu. Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanı təmsil etmişdi. Bu doğrudur. Etmişdi. Azərbaycan neft kimyası üzrə ilk elmi laboratoriyanı yaratmışdı. Mövsüm bəy Xanlıoğlu idi. Bu deyildi. AXC dövründə parlamentin sədr müavini bu doğrudur. 1-3-5 olacaq burada. Həsən bəy Ağayevdən bu nədir? Sədr müavini olmuşdu. Sədri isə Topçubaşov olmuşdu. Əlmərdan bəy Topçubaşov. Delhi Sultanlığını idarə etmə sisteminə aiddir. Məhkəmə işlərinin qazilər tərəfindən deməli həyata keçirilməsi. Deməli bu doğrudur. Ölkənin inzibati cədvəlinin uluslara bölünmürdü. Hərbi işlərə vəzirin başçılıq etməsi doğrudur. Maliyyə işlərinə dəftərdarın nəzarət etməsi bu Osmanlı dövlətinə bu aid deyil. Cavab olacaq 1-lə 3. 56-cı sual. Albaniya hökmdarı Urunaydan fərqli olaraq 2-ci Vaçe. Urunay yadınızda saxlayın ki 313, 371 idi. Bunu dəqiqini yadınızda saxlayamırsınızsa 350 kimi yadınızda saxlayın. 2-ci Vaçedə 450 kimi yadınızda saxlayın. Hakimiyyətdə olmuşdur. Amma dəqiq illəri isə necədir? Urunayda 313, 371-dir. 2-ci Vaçedə 444, 463-dür. Amma yadınızda saxlaya bilmirsinizsə belə 350, 450 kimi yadınızda saxlayın. Orada bir dənə də 1-ci Vaçe var. O da 250 kimi onu yadınızda saxlayın. Sasanilərlə müttəfiqlik münasibətləri mövcud idi. Bu ikisi üçün də oxşardır. Sasanilərlə müttəfiqlik münasibəti mövcud olması. Yəni bu fərqli deyil. Sasanilərə qarşı azadlıq hərəkatını başladı. Bəli, bu Vaçeyə aiddir. Deməli burada bu cavab deyil, bir cavab deyil, 2 cavabımız olacaq. 2 cavabımız olacaq. Ölkənin paytaxtını dəyişdirmişdi. Bəli, 2-ci Vaçe Qəbərdən Bərdəyə köçürmüşdü, amma Urunayla aid deyil paytaxtın dəyişdirilməsi. Ağqoyan kilsə məclisinin çağırılması 3-cü Məmməd Vaçaqana aiddir. 480 bu da deyil. Cavab olacaq nə 2 ilə 3.
Daha sonra deməli uyğunluğu müəyyən edin. Azərbaycan ordusunun hərbi əməliyyatları 2018 mayında sistemli hərbi əməliyyatları qisas əməliyyatı 2022-dir. Daha sonra lokal antiterror əməliyyatı isə 2023-cü ildə sentyabr ayı. Qisas əməliyyatı avqust ayı idi, onu da deyək. Dələtəpə yüksəkliyin düşmənin azad edilməsi bu heç birinə aid deyil. Bu 2016-cı ilə aiddir. Qırxqız Sarbaba yüksəkliyinin nəzarətə götürülməsi bu qisas əməliyyatına aiddir. Şəhər rayonunun Ağbulaq və Qızılqaya yüksəkliklərinin ordumuzun nəzarətinə keçməsi bu Naxçıvana aiddir, yəni 2018-ci il hərbi əməliyyatlarına aiddir. Erməni silahlı birləşmənin Xocavənddə yerləşən radiolokasiya sistemini məhv etməsi bu da aiddir deməli antiterror əməliyyatlarına, bu da D olacaq. Xocavəndin Hadrut qəsəbəsi azad edildi. Bu Vətən müharibəsi dövrünə aiddir. 2020-ci ilin oktyabrın 9-da. Burada deməli nə olacaq? 1-ə C, 2-yə B, 3-ə də D olacaq. Daha sonra mənbəni oxuyaq. Qalib dövlətlər İç Dünya müharibəsindən sonra dünyanın taleyini həll etmək məqsədilə konfrans çağırdılar. Konfrans vaxtilə Almaniya İmperatoru 1-ci Wilhelm özünü imperator elan etdiyi gündə açıldı. 30-dan çox ölkə oraya nümayəndə göndərmişdi. Yeni bir dövrün başlanğıcı sayılan bu konfrans həmin vaxt dünyada ən mühüm məsələ, diplomatlar isə ən vacib simalar idi. Onlar günbəgün görüşərək müzakirə aparır, mübahisə edir, dalaşır və yenidən barışırdılar. Onlar yeni dövlətlər və təşkilatlar yaradırdılar. Söhbət Paris Sülh Konfransından gedir. Konfransda imzalanmış müqavilədə Almaniya üçün müəyyən edilmiş hərbi məhdudiyyətlərdən ikisini yazır. Deyir ki, Almaniyada hərbi hava qüvvələri ləğv edildi, Almaniyada ordu ləğv edildi, ümumi hərbi mükəlləfiyyət ləğv edildi. Daha sonra Almaniya təzminat ödəməyə məhkum edildi. Bunların hər hansı ikisini yazmaq olardı. 59 deyir, bəhs edilən konfransa dəvət edilməyən Avropa dövlətinin adını yazın. Burada 3 olacaq. 3-də deməli Sovet Rusiyası idi. O niyə dəvət edilmişdi? Çünki edilməmişdi. Çünki separat sülh bağlayıb daha tez belə müharibədən çıxmışdı. 3 olacaq, olacaq cavab Sovet Rusiyası. Daha sonra 60-cı sual. Konfransın çağırılmasının mənbədə verilməyən məqsədlərindən birini yazın. Burada nə idi? Almaniyanı və digər məğlub dövlətləri cəzalandırmaq. Yəni əsas məsələ bu idi. Almaniya və digər məğlub olan dövlətləri cəzalandırmaq.